Aygün Kazımova ilə aramızı elə mağazin verişləri vurdu. O vaxtlar çıxıb demişəm ki, 40 yaşım var. Sənin vaxtın gedib. İndi özümün 45 yaşım var. Həmin söz yadıma düşəndə ölürəm. Deyirəm, nə axmaq adam olmusan. İki sahilin məlumatına görə bu sözləri xalq artisti Röya Ayxan Pərvizə görə proqramında deyib. Müğənni xalq artisti Aygün Kazımova ilə qalmaqalından və illər sonra barışmasından danışıb. İndi mənə kimsə bir söz deyəndə deyirəm, canım soğudur, belə edərəm. Ağzıma gələn ən düzgün olmayan sözüm olub. Onu da özünə dedim. Gülməkdən öldü. Dedi ki, Röya, dəlisən. Gözümü açdım, anamı 30 yaşında boşananda bağlanmış, oram-buram ağrıyır deyən gördüm. Ailədə elə psixoloji problemlə böyümüşəm. İndi özümü elə yaxşı hiss edirəm ki, onlar mənim sözüm olmayıb. Deyirdilər, deyib. Mən də deyirdim. İndi anama deyirəm ki, sənin 67 yaşın var, sən nə danışırsan, sən Gümrah, sən başqa mamalara var edəcəksən, sən niyə belə deyirsən? İndi özümü o qədər yaxşı hiss edirəm, deyirəm ki, bu nə suallar, bunlar.